Salamlar, vaxtınız xeyir olsun, əziz abituriyyentlər, dəyərli müəllimlər, əziz valideynlər. Bu gün bildiyiniz kimi birinci qrupda, deməli 7 iyun 2026-cı il birinci qrup üzrə qəbul imtahanı keçirildi. Birinci və dördüncü qruplar üzrə. Birinci qrup suallarını izah eləmək istəyirəm. Başlayaq vaxt itirmədən birinci sualdan. Deməli, bizə reaksiya verir. Qarışqa turşusuna metil spirit reaksiya daxil olur. Mürəkkəb efir və su əmələ gəlir. Tarazlığı, deməli, efirin alınması istiqamətində yönəltmək, yəni sağ istiqaməti yönəltmək üçün bircə dəqiqə, sağ istiqaməti yönəltmək üçün nə etmək lazımdır? Deməli, baxaq. Sağa yönəltmək üçün qarışqa turşunu çıxartmaq. Qarışqa turşunu çıxartsaq, onun qatılığı azalır, reaksiyanın istiqaməti sol tərəfə yönəlir. Qarışqa turşusu HCO-dur. Metanol əlavə edəcək. Metanolun qatılığı artır, ona görə tarixi sağa yönələcək. Bəli, bu doğrudur. Deməli, daha sonra mürəkkəb efiri çıxartmaqla, mürəkkəb efiri çıxartsaq azalır qatılığı və sağa tərəf yönəlir. Deməli, bu da doğrudur. Su əlavə etsək, suyun qatılığı artır və sola tərəf yönələcək. Ona görə sunu götürmürük. Doğru cavab variantımız olacaq 2 və 3. Tərkibində peptid rabitəsi olan polimeri göstərin. Bəli, doğru cavab burada zülaldır. Zülallar üçün peptid rabitəsi var. Peptid rabitəsi karbon azot arasında yaranan rabitəyə deyilir. Daha sonra keçək növbəti suala. Kaliumun su ilə reaksiyasında hansı maddələr alınır? Kalium su ilə reaksiya daxil olanda kalium OH və hidrogen alınır. Yəni doğru cavab variantı E variantıdır. Hansı maddənin tərkibində karbon atomu var? Deməli, pirit necə yazılır? Pirit yazılır FerimS2, silansiyum H4 və çay sövəsi natrium hidrokarbonat. Təbii ki, burada doğru cavab variantı olacaq. Deməli, C variantı kvarts kompleksim O2-dir. Təbii ki, kalsium SO4 vurulsun. Deməli, sudur. 2 dənə su. Deməli, burada doğru cavab variantı oldu çay sodası. 65-ci deyir ki, hansı reaksiya qatı sulfat turşunun xassiyəsini əks etdirmir? Qatı sulfat bizə heç vaxt hidrogen vermədiyinə görə doğru cavab variantı B variantı olur. Qatılardan heç vaxt hidrogen alınmır. Oksin hansı metallarla qarşılıqlı təsirdə olunur? Qızıl, gümüş, platin. Deməli, doğru cavab variantımız C variantı olur. H2O3 və XH3 birləşməsində X hansı element ola bilər? Deməli, fikir versək burada X-imiz hidrogenlə 3 valentli birləşmə, burada isə deməli 5 valentli uyğun birləşmə əmələ gətirir. Bu HBO3 ola bilər, pH3 ola bilər və yaxud da HNO3 və yaxud da NH3 ola bilər. Bu azot ola bilər. Deməli, NH3 tipli birləşməmiz varmı? Var. HNO3 tipli birləşməmiz varmı? Var. Doğru cavab variantı oldu E variantı. Daha sonra növbəti suala keçirik. Deməli, 68-ci sualda bizə deyir ki, 460 qram 40% natrium hidroksid həll olundu. Natrium hidroksidin kütlə payını tapın. Deməli, necə eləyəcək burada? 40-ı bölürük, deməli, ümumi məhlulun kütləsinə 500-ə. Deməli, vururuq 100%-ə. Bu da bərabərdir. Bizdə nə qədər eləyir? Deməli, 5-də 1, 5-ə böləndə 8. Deməli, doğru cavab variantımız olacaq A variantı. Hansı maddə molekulunda kimyəvi rabitənin yaranmasında 6 elektron iştirak edir? Burada doğru cavab variantımız azotdur. Çünki azot molekulunda azot atomları arasında 3 qat rabitə var. Bir rabitəni 2 elektron yaradır. Bunu bilirik biz. Və ona görə də burada 6 elektron rabitənin yaranmasında iştirak edir. Daha sonra keçirik növbəti suala. Növbəti sualımız 70-ci sualdır. Verilmiş deməli maddələr molekulunda bir ədəd dörtlü karbon atomu var. Verilmiş maddə birləşmənin molekulunda neçə ədəd dörtlü karbon atomu var? Dörtlü karbon bir karbon 4 dənə karbonun birləşməsi deməkdir. Bu dörtlü karbondur. Deməli, burada başqa dörtlümüz varmı? Bəli, bir dənə budur və başqa dörtlümüz yoxdur. Doğru cavab variantı 2-dir. Çox sadə bir sualdır. Sualların səviyyəsi hələ ki çox asandır. Birinci qrup səviyyəsinə tam uyğundur. 71-ə baxırıq. Hansı birləşmədə elementlərin kütlə nisbəti düzgün göstərilir. Deməli, baxsaq burada, deməli, H2-də 2-nin 16-ya nisbəti, burada 2-nin, 16 deyilmiş üstəm, 2-nin 32-yə nisbəti, yəni 1-in 16-ya olacaq, bu səhv göstərilib. Bu olacaq 2-nin 16-ya, 1-in 8-i səhv göstərilib. Deməli, karbon oksin 12-nin, deməli, olacaq 16-ya. İqtisad isə 4-ə, 3-ün 4-ə nisbəti, bəli, C variantı daha doğrudur. Vaxt itirməyək, yəni hamısını bu formada həll edib nisbətləri tapa bilərik. 72-yə baxaq. 72-də bizə deyir ki, CnHn O2 birləşməsində kütləsi deməli 18,5 qramdır və burada 0,5 mol oksin atomu var. İndi məsələ nədir? Bizim birləşmədə normalda nə qədər oksin atomu var? 2 dənə. Deməli, 18,5 qram olanda bizdə 0,5 oksin atomu 0,5 mol oksin var deyirsə, axı bizim birləşmədə 2 oksin var. 2-dən olanda bunun kütləsi nə qədər olur? Onu tapacağıq. 4 dəfə artıracaq. 4 dəfə artıranda deməli nə qədər eləyir? 40, 32, 72, 74 eləyir. Düzdürmü? 74. Deməli, x-imiz bərabərdir 74-ə.
74. 74 oldu. İndi gəl bunun əməyini hesablayaq. Bunu 14n üstə gəlinsin 32 kimi yaza bilərəm. Bu maddənin əməyini bərabər edirəm 74-ə. 14n-imiz bərabərdir 42-yə. Deməli, n-imiz də bərabərdir 3 olacaq. Doğru cavab variantımız olacaq D variantı. Deməli, bu da oldu belə. Ondan sonra keçirik növbəti suala. Hansı reaksiyadan mis alınır? Təbii ki, elə cavab A variantıdır. Hidrogenin tətbiq sahələrindən biridir. Hidrogen metalların alınmasında istifadə olunur. Burada mis, deməli, hidrogen oksigenlə birləşir su və mis alınır. Doğru cavab variantı A variantıdır. Kubium H kubium oksid alınır. Buradan kubium S4 alınır. Mis birləşmələrini yazıram. Buradan misin oksid alınır. Buradan da yenə misin oksid alınır. Deməli, sonra natrium H-ın üstə məlumu elektroliz zamanı 50 ml anodda qaz ayrılır. Natrium H-ın üstə məlumu elektrolizinə aparsaq, üçüncü gəlsək, reaksiyadan alacaq biz nə? Biz alacağıq, deməli, hidrogen, üstə gələk, oksigen, üstə gəlməsi natrium H elementində qalır. Yəni, burada elektroliz eləyən olur sadəcə nə? Su olur. Və deyir ki, anod oksigenimiz, anodda alınan oksigendə 50 ml qaz ayrılır, katodda neçə ml qaz ayrılır? X. Normalda reaksiya 1-in 2-yə nisbətində gedir və buradan X-i nə tapıram? 100 tapıram. Doğru cavab variantımız olur D variantı. Və keçirik 75-ci suala. 75-də CH6 birləşməsinin molekulunda bir ədəd 2 qat rabitə var. Bu birləşmə hansı polimer əmələ gətirir? Deməli, CXH6 birləşməsidir. Bir dənə 2 qat rabitəsi varsa, bu təbii ki, alkan, 2 qat rabitəsi var, alkendir. Yəni, C3H6-dır. C3H6-da deməli propilendir. Polipropilen əmələ gətirəcək. Polipropilen də, yəni C3H6 uyğun olan deməli olacaq B variantı. B variantı. Sonra davam edək. Növbəti sualına 76-da cədvələ əsasən fosforun turşularını adlandırın. Fosforun turşuları deyir ki, XY molekulda atomların ümumi sayı, molekulda atomların ümumi sayını 5 dənə verib. Deməli, o 5 dənə olan olacaq HPO3, yəni metafosfat HPO3 8 dənə verib. Deməli, H3PO4 olar bu, olar. Deməli, ortofosfat turşusu və onun üstündə olan H4, P2O7 olar ki, 13 dənədir. Bu olacaq pirofosfat. Deməli, metafosfat, ortofosfat və pirofosfat D variantı, doğru cavab variantı olur. Meta, orta və piro, bəli, doğrudur. 77-yə baxıq. 77-də deyir ki, 3 qram alkan tam yandıqda 8,8 qram karbon alınır. Deməli, bunu necə yazacağıq? Deməli, biz bunu tənasüblə də yaza bilərik. 3 qram alkandan, deməli, 8,8 qram karbon qazanılır. Normalda alkanın kütləsi 14-dən üstə gəlir 2-dir və bu zaman en sayda karbon qazanılır. Karbon qazın kütləsi 44-dür, 44-dən yaza bilərik buna. Buradan da həll edib tapsaq, deməli, 14n üstə gəlinsin 2, vuraq, deməli, 8-dən 18 bərabərdir 44n, vurulsun 3. Deməli, 44-dən 8-dən 18 xəsar aparsaq, burada 1 qalır, burada 5 qalır, 15n edir. 15n, yenə də bərabərdir 2 alınır deyəsən. 5-i, deməli, 5 qaldı, 5 3-dən 15, 15n, 14-dən n də oldu ki, bəli. Elimiz oldu ki, bu oldu C2H6, yəni B variantı. Daha sonra keçirik növbəti suala. Növbəti sualımız 78. Etilin və etanol hansı maddənin köməyi ilə ayırmaq olar? Etilin C2H4-dür, etan C2H6-dır, bu doymuşlu alkandır, bu alkendir. Biz kalium permanganatın üstünə məhlullarını fərqləndirə bilərik, doymamışlar. Çünki doymamış karbohidrogenlər kalium permanganat məhlulu rəngsizləşdirir. Daha sonra 79-a baxaq. 79-da C3H6 verir, yanma istəyi verir bizə 1440, 0.4. Deməli, yanma istəyi nə deməkdir? Bax, vahid də verib, 1 mol. Yəni 1 molla 1440-dır. 0.4 molla nə qədər ayrılar? Deməli, 1-ə 1440-dırsa 0,4-ə x olacaq. X-imiz də bərabərdir 144-ü vuracaq 4-ə. Deməli, 400, 560, 576. Bəli, tamamilə doğrudur. Olacaq 576, yəni Y variantı olacaq. Keçirik 80-cı suala. Deməli, 80-da bizə deyir maddələr verib, azot və hidrogen verib. Mol miqdarları 1-in 4-dədir. Maddələrdən biri tam sərf olunduqda neçə qram amonyakın alındığına baxın. N2 üstə gəlinsin 3H2 alırıq biz buradan 2 dənə NH3. Reaksiyanın 1-in 3-ə nisbətində getdiyini bilirik. Deməli, və 1 tam sərf olunubsa, deməli 1 mol amonyak və 3 dənə daxil olur, amma 4 dənə verib, hidrogen artıq qalıb. Deməli, reaksiya 1-in üstə daxil olub və bu zamanda aza görə baxırıq. Azolan amonyakdır. Daha sonra azotdur. Azolan azotdur və 2 mol, deməli biz buradan amonyak alacağıq. 2 mol amonyakımız da 217 vuraram.
34 qram eləyir və neçə qram soruşur bizdən. Doğru cavab variantı olacaq 34. Yəni Y variantı. Keçirik 81-ci suala. CnH2-nin çıx 2 formula malikdir. CnH2-nin çıx 2 formula malik olan alkinlər və alkadenlərdir. Yəni bu onu axtaracaq cavabda. Burada da alkaden yoxdur. Ona görə bir dənə alkin var. O formula uyğun olan cavab B variantıdır. Hansı sxemdə X maddəsi nitrat turşusudur? Nitrat turşusunu baxaq görək hansı variantda uyğun gəlir. Deməli, reaksiyaya baxsaq, deməli, nitrat turşusunun üstünə kalsium oksid gələsi olsam, kalsium nitrat üstəcəl su alacam. Deməli, bu doğru deyil, cavab A variantıdır. Burada nitrat turşusu deyil. Burada X maddəsi NH3-dür. Burada NO üstəcə su alınıbsa, çox güman ki, bu nitrat turşusu yəni olmayacaq. Çünki nitrat turşusu olsaydı, NH3 gəlsəydi biz burada NH4, NO3 alacaqdıq. Eyni qaydada burada da cavabımız NO2-dir. Burada X maddəsi, yəni C variantı oksigen, oksigen, amonyak, oksigen iştirakında, protein oksijində NO ilə su alınır. Sonra o birisində isə olacaq, deməli, yenə nitrat turşusu olmur, çünki NH3 su alınır əlavə olaraq. Ona görə burada doğru cavab variantımız A variantı olur. Daxil keçirik növbəti suala. Növbəti sualımız 83-cü sualdır. Reaksiya tənlikdə reduksiyasının əmsalı. Deməli, oksidativ əmsalına olan nisbətini tapın. Oksidativ reduksiya əmsalını tapaq. Reaksiyanı verib biz bunu əmsallaşdıracağıq. Təbii ki, burada. Deməli, pH-5 almışam. Oksigenin sayına görə əmsallaşdırıb. Bura 3, bura bir 5 yazsaq. 5 yazsaq, bura bir 5 yazsaq, burada bir 6 yazsaq məncə düzəlir. Bəli. Deməli, oksidativ reduksiya hansıdır bizdə? Sıfırdan fosforumuz gəlib müsbət 5-ə, elektron verib, reduksiyacı budur. Reduksiyacı bu isə oksidaşdirici də xlor çünki müsbət 5-dən mənfi 1-ə gəlib. Deməli, əmsallarımız doğrudurmu? Deməli, doğru oldu. 8 də 3-ü 5, 15, 5 3 15, 5 dənə yazıq düzəldi. Deyir ki, reduksiyacının əmsalını bölməliyəm nəyə? Oksidaşdiricinin əmsalına. Yəni, 6-nı bölməliyəm 5-ə. O da bərabərdir 1,2 edir. Sonra keçirəm növbəti suala. Növbəti sual 84-cü sualdır və x, y elementlərini verir bizə və deyir kütləsi verib. Proton sayı verib, neytron çox sadə bir sual. 16-dan 8 qram, neytron sayı 8-ə bərabərdir. 31-dən 16 qram 15-ə bərabərdir. A üstə 5, 15 ilə 8-in cəmi 23 edir. Deməli, doğru cavab variantımız 23-dür. Suallar çox asan düşüb. Təkrar vurğulayıram. Həqiqətən də tam uyğun olaraq düşüb birinci qrup səviyyəsinə. Deməli, CnH2 plus 1 CHO. Deməli, hidrogen atomlarının sayını 4 dənə verib bizə. Deməli, 2n plus 2-ni 4-ə bərabər eləsək, n-imiz bərabər olur 1-ə. Deməli, n 1-ə bərabərdir. Bu CH3 CHO-dur. Karbon atomlarının sayını tapmaq lazımdır. 2 dənə. Doğru cavab variantı 2. Çox sadə bir sual, həddindən artıq. Davam edirik 86 ilə. 86 da deyir bizə. Hansı ifadələr deməli doğrudur, doğru olan ifadələrdir. Tapmalıyam. Xlorlu suyun alınma reaksiyası bəli. Xlorun acil suyun reaksiyasına xlorlu su alınır. Bir doğrudur. Xlorlu hənçi xeyir səhvdir. Xlor və hipoxlorit və hipoklorit turşusu əmələ gəlir. Düzdür, bu tamamilə doğrudur. Oksigen reduksiya reaksiyasıdır. Əlbəttə ki, oksigen reduksiya reaksiyasıdır və disproporsiya reaksiyalarına aiddir. Deməli, və xlorid və pirxlu səhvdir. Təbii ki, doğru cavab variantı olur. 1, 3, 4. Deməli, keçirik növbəti suala. Növbəti sualımız 87-ci sualdır. 87-ci sualda doymuş alifatik bir atomun spirtlərin ikinci nümayəndəsi. Deməli, olacaq C2H5OH ikinci nümayəndəsi. Və deyir ki, molekulunda atomların ümumi sayını tapmaq lazımdır. 2, 5, 1. Deməli, elədir 8, 9 dənə. 9, 1-ə gəldi A. Sonra hidrogen atomlarının sayı 6 dənədir. Polymer kovalent rabitələrin sayını tapmaq lazımdır. Mən bunu açıq şəkildə yazım ki, siz rahat şəkildə görəsiniz. Deməli, karbonları açıq şəkildə yazıram, hidrogenləri yazıram. Deməli, OH. Deməli, polymer nə deməkdir? Eyni qeyri-metal, müxtəlif qeyri-metallara bağlayan rabitə. 1, 2, 3, 4, 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə olacaq B variantı. 1A, 2D, 3B. Keçirik ətraflı həll tələb olunan suallara baxaq. Deməli, 1 litrlik qabda baş verən reaksiya tənliyə daxil olan maddələrin mol miqdarı zamanla sqrap verilmişdir. Və bizə nə deyir bizə? Bizə deyir ki, A-nı tapmaq lazımdır. A-nı, B-ni və ilk 20 saniyəyə görə sürəti hesablamaq lazımdır. 3 dənə sual verib uşaqlar burada. Deməli, A-mız nəyə bərabərdir? Reaksiya tənliyini verir bizə. Deməli, A gəlir 20 saniyə ərzində. Deməli, nə baş verir? 7-dən düşür. Bax, biz ümumiyyətlə bu əylərin hansı maddəyə aid olduğunu tapmalıyıq. Təbii ki, alınan maddə CO2-dir. Deməli, eyni mol miqdarda götürəndə, məsələn, ikisindən də eyni mol miqdarda götürəndə hansına daha çox sərf olunur, onu bilməliyik. İndi aşağı düşən əylələrdən hansı CO, hansı oksigen onu tapmalıyıq.
Deməli, məsələn, tutaq ki, misal olaraq deyirəm, ikisindən də 2 mol götürəndə, məsələn, 2 mol tamamilə daxil olur, 1 mol daxil olur. Oksigen daha çox artıq qalır da, belə deyək. Deməli, onda daha çox sərf olunan CO-dur. Bu CO və bu oksigen olduğunu müəyyən edə bilərik. Və görürəm ki, burada 7-dən düşüb B-yə, bir də 7-dən düşüb A-ya. Və bu zaman 6 mol CO2 əmələ gəlir. Püsü, reaksiya tənliyi təzədən yazıram. CO2 O2, alıram CO2. Əmsallaşdırıram. 2 bura yazıram, 2 bura yazıram. Deməli, indi baxıram nəyə? Baxıram ki, əgər 6 mol bundan əmələ gəlibsə, onda 3 mol bundan sərf olunub, 6 mol bundan reaksiya edilib. Deməli, 7-dən düşüb 1-ə, A-mız 1-dir, çünki 6 mol CO sərf olunub axı. 3 mol oksigen sərf olunub, 7-dən düşüb 4-ə, B-miz də 4-ə bərabərdir. A-nı, B-ni tapdımmı? Və 20 saniyədə CO-ya görə sürət. 20 saniyədə CO 6 mol sərf olunub. Deməli, V bərabərdir. Ə, bizə həzm veribmi? Deməli, 1 litrlik qab, hə, həcmi verilib. Deməli, V-ni tapmaq lazımdır. Deməli, bizdə şu var, həzm verilib 1 litr, delta nu bərabərdir 6 mol dəyişim baş verib zamanda, delta tamamımız da bərabərdir 20 saniyə. Deməli, bunu necə həll edəcəyik? 6-nı böləcəyik dəyişməni, 6-nı böləcəyik 1 vurulsun 20. 6-nı 20-yə böləndə 3, 0.3. Deməli, biz 0.3 mol bölünsün litr vurulsun saniyə olaraq tapdıq. 3 sualın üçünü də həll elədik. Bitdim. Davam edirik növbəti sualla 89-dan. 89-dan nə deyir? Reaksiya daxil olan maddələr verir bizə və deyir ki, fosfor kükürt kütlələri MM-dir. Reaksiya məhsulu P2S üstü. Deməli, reaksiyada deyir, maddələrin biri tam sərf olunur və digərindən 17 qram artıq qalarsa, başlanğıc qarşının kütləsini və alınan P2S3-ün mol miqdarını tapın. Deməli, baxaq. Biz reaksiya hazırlıq. Fosfor üstə gəlinsin kükürt, alıram P2S3. Deməli, reaksiya nisbət olaraq, elə bura 2 yazıram, bura 3 yazıram. Bu 62-dir. 62-nin deməli 96 qram nisbətinə daxil olur. Əgər düşünsək ki, ikisindən də 96 qram götürmüşəm, 96 qramla götürsəm, bir tam sərf olur. Normalda burada nə qədər artıq qalır? 34 qram, 96-dan 62 çıx, 62 bərabərdir. 34 qram fosfor artıq qalır. Deyir bizdə birindən 17 qram artıq qalarsa. Deməli, 34 qram fosfor artıq qalanda deyir ki, 1 mol PCS əmələ gəlir. Və 17 qram artıq qalanda nə qədər əmələ gələcək? X mol. X bərabər 0.5 mol. Deməli, 0.5 mol PCS əmələ gəlir. İkinci sualı tapdıq deyəsən biz, hə. Və deyəcək başlanğıc qarışığın kütləsini. Deməli, buna yenə tənassüb qururam. Başlanğıc qarışığın kütləsi, deməli, 34 qram artıq qalmayıb. 34 qram artıq qalanda başlanğıc qarışıq 96 ilə 96-nın cəmi olub. Yəni 96 ilə 96-nın cəmi. 96 ilə 96, 100, 80, 192 yəni. Bir dəqiqə bunu sileyim, 192. 192. Bəs 17 qram artıqda nə qədər olacaq? Elə x. X-imiz nəyə bərabər? 96. Burada da birinci sualın cavabı başlanğıc qarşının kütləsi oldu 96. BC sütun mol miqdarını soruşur. O da oldu 0,5 mol. Bu sualda bitdi. Davam edirik növbəti sualla və 90 sonuncu sualda. 90-da deyir ki bizə alken verib, alkaten verib, hidrojen atomlarının sayı bərabərdir. Deməli, alken homologiyanın üçüncü nümayəndəsi. Üçüncü nümayəndəsidirsə, deməli, gəlin baxa görə bu nə ola bilər? Birinci nümayəndəsi CH4, ikinci nümayəndəsi CH6, C4H8. Deməli, bu üçüncü nümayəndəsi alkenin. Hidrojen atomlarının sayı bərabərdirsə, onda alkateyndə 8 ilə olan hansı idi? Alkateyndə C5H8 deyildimi? Deməli, alkaden CNH2 çıx 2, bu CNH2-dir. Bu da CNH2 çıxılsın 2-dir. Deyir ki, hidrojen atomlarının sayı bərabərdir. Bərabər oldu. Biz tapdıq üçüncü nümayəndəsi C4H8-dir. Onda alkadenimiz də C5H8-dir. Alkaden molekulunda karbon atomlarının sayını tapın. Karbon atomlarının bizə nəyi soruşur? A-nı tapın. Hə. A-mız oldu 8, hidrojen atomlarının sayı 8 və deyir alkaden molekulunda karbon atomlarının sayı 5 dənə. Deməli, ikinci sualın cavabı da oldu 5. Bitdi. Bu da birinci qrupun qəbulu. Hər kəsə uğurlar arzu edirəm. İnşallah nəticəniz yaxşı olar, yaxşı yerlərə qəbul olasınız. Çox sağ olun diqqətinizə görə təşəkkür edirəm.